Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin. Allahümme aczil velikel ferec. Bugünkü bəhsimiz isə bu olacaq ki, İncildə xilaskarın, zuhur edəcək xilaskarın məlumatları. Dedi ki, Əhd-i qədimdən danışdıq. Əhd-i Cədid kitabında xilaskarla ümumiyyətlə əlaqədar müjdələr var. Məsihlərin kəlmələri ilə danışsaq, yenidən qayıdış, yəni bizim etiqadını desək, rəcət, mübarək arzu ki, bu şeylər çox təkidlə edilibdir və iddia eləmək olar ki, bu təkidlər hətta Əhd-i qədim kitablarında da olan təkiddən hətta daha çoxdur. Və həqiqətdə odur ki, xilaskara inanc müasir məsihiliyin ən mühüm etiqad prinsiplərindən sayılır. Yəni, bugün kilsə ünvanlarına yaxınlaşsa, papadan, keşişdən, yepiskopdan soruşulsa, bu çox mühüm bir etiqadın hissəsini təşkil edin görərik. Yəni, o görə bütün Məsihi firqə və məktəbləri bu əqidəyə etiqad bəsləyir. Katolikdir, pravoslavdır, ortodoksaldır, əla-kulluhal. Onlardan bəziləri hətta İsa Məsihin qayıdışını gözləmək eşqini yaşayırlar, qabarıq deyirlər və biz də indi əsas məqsədimiz nədir? Xilaskar haqqında ki, Tövrat və əlavələrində var idi. İncildə də həmçinin bu cür qeydlər var ki, inşallah bu dərsimizdə çalışacağıq. Allahın izni ilə bunlara toxunaq və bu da bir fayda olar Allahın izni ilə. Ki, biz də bunları həmçinin istifadə eləsək çox faydalı olar ki, bilərik ki, nəinki tək bizdə, əslində bəzən görürsən ki, insanlar cahilliyindən bir irad tutsa da, həqiqətdə isə onların belə öz əsər və inanc ünvanlarında bu məsələlər mövcuddur. Xülasə, burada da, məsəl üçün, baxdıqda Əhd-i Cədiddə əsasən 3 mərhələli bölürlər. Xilaskarın zuhur müjdəsi, bəşarəti, xilaskarın zuhurun əlamətləri və zuhurun xeyirləri. Yəni, zuhurdan sonra nə xeyirlər baş verəcək insanlar üçün. Müjdə barəsində budur ki, zamanın sonunda Hz. İsa Aleyhisselamın qayıdışı ilə ayələr var. Məsəl üçün, orada rəsulların əməlləri bölməsində biz baxsaq, görərik ki, hətta əvvəlinci ayətlərdən ta 11-ci ayətlərə qədər qeyd olunur. Sonra toplaşanlar ondan soruşdular, ey başçı, bu zaman məlakut aləmini İsrail üzərinə yenidən bərqərar edəcəksənmi? O dedi ki, atanın öz qüdrəti dövründə zaman və vaxtları saxlaması ilə əlaqədar məsələləri bilməniz sizlik deyil. Lakin Ruhul Qüds sizə doğru gələndə qüvvət tapacaqsınız. Yerusəlim, bütün Yahudiyyə, bütün Samirra və dünyanın hər yerində şahidlərim olacaqsınız. Ki, burada da mahiyyət nədir? Yəni, latınca iudaiyyə, Ludekka adlanan ərazi Fələstin torpağının cənub dağlıq ərazisindəki bir ərazinin adıdır. Ki, o ərazi Fələstin Muxtar Respublikası ilə İsrail arasında hal-hazırda bölünmüş vəziyyətdədir. Sonra Samirra, yəni ibrit dilində olan bir sözdür. Fələstin şəhərinin adıdır ki, yaxud da deyilər Fələstindəki bir şəhərin adıdır. Şəhəri də İmra adlı bir dənə şah qurubdur. Həzrət Süleyman Aleyhisselamdan sonra Fələstin torpaqları bölünəndə İsrail torpaqlarının mərkəzi hesab olunurdu. Ki, xülasə orada da, yəni burada qeyd olunanda Yahudiyyə, Samirra, dünyanın hər yerində şahidləriniz olacaqsınız. Və deyir, onu dedikdən sonra buraxdılar. Bu zaman o göylərə aparıldı və bir bulud onu gözlərdən gizlətdi. O gedərkən də onlar göylərə göz dikmişdilər. Birdən 2 ağ libaslı kişi onların yanında dayandı və dedi, ey cəlil, gözəl kişilər, nə üçün dayanıb baxırsınız? Sizin yanınızdan göylərə ucaldılmış İsa onu göyə yola salmadığınız kimi, yenidən göyə yola saldığınız kimi, göndərdiyiniz kimi yenidən qayıdacaq. Və Mattanın İncilində də biz baxsaq, İsa Aleyhisselamın qayıtması ilə əlaqədar müjdələr var. O zaman deyir, insan oğlunun, yəni Bəni Adəmin nişanəsi səmada peyda olacaq və bu vaxt yer üzünün bütün tayfaları sinə vuracaq. Diqqət edin. Onlar səmadakı buludlar üzərində böyük qüdrət və cəhcəlalla enən insan oğlunu görəcəklər və o öz mələklərini uca səsli şeypurlarla göndərəcək və onlar onun seçilməşlərini kainatın hər bir yerindən 4 küləklə gətirəcəklər.
Hətta Markosun İncilində də İsa əleyhissalamın öz dilindən qayıtmağı haqqında qeyd var ki, orada Markosun İncili 24-26-cı ayətlər arasında qeyd olunur ki, o deyir müsibətlərdən sonraki günlərdə günəş zülmətə qərq olacaq. Ay öz nurunu əsirgəyəcək, ulduzlar səmadan yerə töküləcək, fələklərin qüvvələri lərzəyə gələcək və o zaman buludlar üzərində böyük bir gözəllik, cəlalət və qüdrətlə insan oğlunu görəcəklər. Sonra Yuhannanın mükaşifəsində, yəni qeybi xəbərlərində deyilir ki, indi buludlarla gələcək və hər bir göz onu görəcək, ona nizə vuranlar və dünyanın bütün ümmətləri onun üçün nalə çəkəcəklər. Yəni bu əhd-i cədiddə olan mətləblərdir ki, biz görürük ki, həqiqətən də burada diqqət eləsək, xilaskarın haqqında bir müjdələr var və çoxdur. Yəni biz indi bəzilərini qısa qeyd elədik ki, uzunçuluq olmasın, yorucu olmasın. Və ikinci bir amil dedik, biz baxdıqda əhd-i cədiddə xilaskarın zühur əlamətləri var. Ki, əhd-i cədid kitabında İsa əleyhissalamın əlamətləri barədə ki, çoxlu kəlamlar keçibdir. Özü də bu məsələni vurğulayıb da hətta İncildə keçir və bütün İncil növləri müxtəlif formada bu məsələyə toxunubdur. Məsələn, orada nə qeyd olunur? Biri budur ki, Mattanın İncilində keçir ki, misal, müharibələr, aclıq, xəstəlik, məsəl üçün ki, bunlar haqqında Mattanın İncilinin elə əvvəlinci ayətlərində ki, məsələn, deyilir ki, İsa əleyhissalam öz dilindən qeyd olunur ki, Zeytun dağında oturduğu zaman şagirdləri xəlvətdə onun yanına gələcək, deyəcəklər ki, bizə de, görək ki, bu hadisələr nə vaxt baş verəcək? Sənin gəlişinin və kainatın sonunun nişanəsi nədir? Deyir, İsa əleyhissalam onlara deyir ki, ehtiyatlı olun ki, kimsə sizi azdırmasın, çünki mənim adımla gəlib, mən Məsihəm deyərək çoxlarını azdıracaqlar. Müharibələri görəcək və müharibə xəbərlərini eşidəcəksiniz. Əsla narahat olmayın, çünki bunların da baş verməsi lazımdır. Lakin bunlarla hələ son deyil, çünki bir xalq digər xalqa və bir məmləkət digər məmləkətə müqavimət göstərəcək. Acılıqlar, vəbalar, zəlzələlər müxtəlif yerlərdə baş verəcək və bütün bunlar ki, bu baş verənlər ki, hamısı var ki, dərd və bəlaların başlanğıcıdır. Məsələn, Süleyman məbədinin dağıdılması haqqında orada var, əhd-i cədiddə. Məsəl üçün, qeyd olunur ki, Mattanın kitabında yenə 15-21-ci ayətlər arasında ki, elə ki, Daniel Peyğəmbərin dili ilə deyilmiş və müqəddəs məqamında bərpa olunmuş xoşa gəlməz viranə gördünüz ki, bunu qəbul edin, Yahudiyyədə yaşayan hər bir şəxs dağlıq ərazilərə qaçsın, evin damında olan evindən hər hansı bir şey götürmək üçün aşağı belə düşməsin, tarlada olan hətta öz paltarını götürmək üçün qayıtmasın. Amma o zaman da vay olsun hamilələrin və süd verənlərin halına. Dua edin ki, sizin qaçışınız qışda və şənbə günü olmasın. Niyə? Qeyd edilir ki, çünki o zaman elə bir dəhşətli müsibət olacaq ki, kainat yaranandan bu günə qədər baş vermir. Və əsla bundan sonra da olmayacaq. Əgər o günlər qısa olmasa, hər bir bəşər övladı öləcək, yəni heç bir nicat tapmayacaq, amma seçilmişlərin xətrinə o günlər qısalacaq. Sonra məsələn, digər hadisə budur ki, deyirlər ki, günəşin, ayın, ulduzların sönmə hadisəsi. Yəni, təbiətdə gedişat qalaktikada pozulacaq. Məsəl üçün, Məsihin qayıdışından öncəki əlamətlərdən də biri ki, bunu qeyd edilir və İsa Məsihin dilindən Markos İncilində o qeyd olunur və deyilir ki, o müsibətdən sonraki günlərdə günəş zülmətə qərq olacaq, ay öz nurunu azaldacaq, ulduzlar səmadan yerə töküləcək, fələklərin qüvvəsi lərzəyə düşəcək. Və o zaman buludlar üzərində böyük bir qüdrət və cəhcəlallə elən insan övladı, bəşər övladı görəcəksiniz. Yəni, görəcəksiniz ki, buludların üstlərində bir dənə belə əzəmətli bir cəlalətlə gələn bir şəxs var. Sonra yalancı məsihlər, yalancı peyğəmbərlər aşkar olacaq ki, İsa əleyhissalamın işarəti yalancı ki, peyğəmbərlərin gəlişi mövzusu var. İncildə də qeyd olunur ki, məsələn, Matta İncilində elə ki, o zaman ki, deyir, əgər kimsə sizə desə ki, hal-hazırda Məsih burada və ya oradadır, inanmayın. Çünki yalancı məsihlər və yalancı nəbilər gələcək və o qədər böyük əlamət, hətta möcüzələr göstərəcəklər ki, əgər mümkün olsaydı seçilmişləri də azdırardı. Və mən isə sizi öncədən xəbərdar etdim. Hətta rəsulların əməlləri kitablarında da yalancı məsihlər haqqında müəyyən işarələr var ki, da uzunçuluq olmasın qeyd etmir.
Daha sonra onlar qeyd edir ki, bir digər amil budur ki, zuhurun qəflətən baş verməsi olacaq. İsa əleyhissalamın zuhuru qəfildən olacaq. Məsələn, Markos İncilində ki, böyük ayətləri əhatə edir. Mən qısa çatdırım. 30-cu ayətdən sonra keçən kəlmələrdir. Deyir orada ki, lakin o gün, o saatdır və saatdan atadan başqa heç kəsin xəbəri yoxdur. Həmin gündən və saatdan başqa ki, yəni gün və saatı atadan başqa heç kim bilmir. Onun nə vaxt baş verəcəyini nə səmadakı mələklər, nə də oğul bilir. Odur ki, ehtiyatlı və ayıq olub dua edin, çünki siz o zamanın nə vaxt gələcəyini bilmirsiniz. O günün gəlməsi səfərə çıxmış, öz evini xadimələrinə tapşırmış, hər kəsə öz işini görməyi əmr etmiş və qapısı ilə qapının zəncini gözləməyi tapşırmış şəxsin qayıtmağı kimi olacaq. Odur ki, ayıq olun, çünki ev sahibi nə vaxt gələcəyini bilmirsiniz. Axşam, yoxsa gecə, yoxsa xoruzların banladığı vaxt, yoxsa sübh vaxtı mı? Nə vaxt gələcəyi məlum deyil, ehtiyatlı olun, qəflətən gəlib sizi yuxuda tutmasın. Sizə dediyimi isə hamıya deyirəm, ayıq olun. Məsələn, bu cür bir bəşarət var ki, yəni o qəfil baş verəcək zuhur və hətta öz şagirdlərinə də həmişə zuhurla bağlı təkid edilibdir ki, mütləq ayıq olun. Məsələn, Mattan İncilində də keçir ki, o gün və saatdan heç kəsin xəbəri yoxdur. Hətta səmadakı mələklər belə xəbərsizdir. Bunu yalnız mənim atam bilir. Yəni İsa əleyhissalam bunu deyib. Nəuzubillah. İnsan oğlunun zuhuru Nuhun vaxtında olduğu kimi olacaq. Nuhun zamanında tufandan öncə insanlar yeyir, içir, evlənir, ərə gedir və rahatca yaşayırdı. Nəhayət bir gün Nuh gəmiyə mindi. Onlar bunu başa düşmədi və beləliklə tufan gəlib onların hamısını məhv etdi. İnsan övladının zuhuru da belə olacaq. Ki, o baş verəcəklərdən, tarlada olan 2 nəfərdən birini tutub digərini buraxacaq. Odur ki, ayıq olun, çünki siz başçınızın hansı saatda gələcəyini bilmirsiniz. Lakin bunu bilin ki, əgər ev sahibi oğrunun gecənin hansı zamanda gələcəyini bilsəydi, oyaq olardı və oğrunun evə hücum çəkməsinə imkan verməzdi. Odur ki, sizlər də hazır olun, çünki güman etmədiyiniz bir vaxtda, bir zamanda insanoğlu gələcək. Və digər bir amil Əhd-i Cədiddə qeyd olunan Armagedon, Hərməciddon müharibəsi deyirlər ki, Məsihlilərə görə Məsihin zuhuru üçün çox dəhşətli qırğınla nəticələnən bir müharibə olmalıdır. Ki, Yuhannanın mükaşifəsində ki, orada ayətlərdə keçir ki, belə o öz 6-cı piyaləsini böyük Fərat çayına tökdü və onun suyu qurudu. Bu ona görə baş verdi ki, deyir. Bu ona görə baş verdi ki, şərqdən günəşin şöhlələndiyi şəfəqlər şahlar üçün gələn yolu hazır etsin. Gördüm ki, əjdahanın, vəhşinin və yalancı peyğəmbərin ağzından kərtənkələlər kimi 3 xəbis ruh çıxır. Çünki onlar divlərin ruhlarıdır. Onlar möcüzələr göstərirdilər. Onlar dünyanın yaşayış üçün əlverişli olan 1/4 hissəsinin bütün şahlarına qarşı qiyam edirlər. Bunun mütləq qüdrət sahibi olan Allahın o əzəmətli günündəki müharibəsinə onları hazırlamaq üçün edirlər. İndi oğru kimi gəlirəm, xoş adamın halına ki, ayıq olub öz paltarını saxlasın, ehtiyatlı olun ki, lüt şəkildə yola çıxmasın və cəmaət onun rüsvayçılığını görməsin. Onları ibrit dilində Hərməciddon adlanan mövqeyi gətirdilər. Deməli, burada da qeyd olunur ki, bu müharibə 2 dənə ordu arasında olacaq. Möminlərin qoşunu İsa əleyhissalama bir dənə mələyin başçılığı ilə, kafirlərin qoşunu isə yer üzündəki şahların qoşunu ilə hücuma keçəcək. Döyüşdə kafirlər bir süvarinin əli ilə öldürüləcəklər. Yuhannanın mükaşifəsində orada deməli qeyd olunur ki, hətta deyir, gördüm ki, bir mələk günəşin üzərində dayanıb, uca səslə səmada uçan bütün quşları səsləyib ki, gəlin Allahın əzəmətli qonaqlığı üçün hazırlaşın. Gəlin padşahların, sərkərdələrin, zalimlərin atlarını və onların süvarilərini azad və qul, kiçik və böyük bilmədən hamısının ətini yeyin. Deyir, gördüm ki, vəhşi və onunla birlikdə olanlar möcüzələr göstərib vəhş əlamətinə malik və onun görkəmində olanlara sitayiş edənləri azdıran yalancı peyğəmbər bəlaya düşdü. Və hər ikisi kibritlə alovlanmış bir gölməçəyə diri-diri atıldılar, qalanları isə süvarinin ağzından çıxan qılınc ilə öldürüldü. Bütün quşlar onların ətini yeyib doydular.
Və Məsihilərin yəni etiqadına görə o gün möminlər oğurlanıb səmaya aparılacaq. Çünki ilahi mələkut aləmi bu dünyada deyil, səmadadır. Ona görə də Məsih zühr edəndə kilsə əhlini oğurlayıb səmaya aparacaq. Və hətta Pavlosun məktubu da elə keçir. Ki Pavlos da bilirsiniz ki, qatı xristian düşməni olubdur və inşallah ömür vəfələsə bu haqda bir dəfə ayrıca danışarıq. Bu şəxs qatı xristian düşməni Yahudi olubdur. Hətta o qədər xristianı öldürüb, kilsəli düşmənçilik edib ki, cinayət edib. Axırda görüb ki, bacarmır, keçib Yahudilikdən xristianlığa və güya tövbə etdiyi və hamıya moizə, vaizlik edib, xütbə deyib, İncili təbliğ etdiyi deyir və hətta tarixçilərin əksəriyyəti təhqiqatda deyirlər ki, yəni İslam alimləri ilə məsələn ümumi olaraq ilk üçlü ki var, Atoğul Müqəddəs ruh düşüncəsini elə bu Pavlos gətirib salıbdır xristianlar üçün. Yoxsa o vaxta qədər xristianlar içərisində yəni o üçlük ideologiyası olmayıbdı. Xülasə onun məktubunda keçən bir hissədə deyir ki, əgər İsa'nın ölüb dirilməsinə inanırıqsa, həmçinin inanmalıyıq ki, Allah İsa'da yatanları da onunla birgə gətirəcək. Ki bunu sizə Yahovanın kəlamından deyirəm. O deyir ki, biz ağamızın gəlməsinə qədər diri qalanlar yatanlardan önə keçməyəcək. Çünki ağamız mələklərin rəhbərinin səsi və ilahi şeypur ilə səmadan nazil olacaq. Və ilk dəfə Məsih ilə ölənlər diriləcək. O zaman diri və baqi qalan bizlər onlarla birlikdə buludlar arasında oğurlanacağıq. Açıq səmada ağamızı, rəhbərimizi qarşılayacağıq və həmişə rəhbərlə birgə olacağıq. Odur ki, bu kimi sözlərlə bir-birinizə təsəlli verin. Deməli, bu müharibənin nişanəsi idi İncilin müxtəlif hissələrində və digər də budur ki, xilaskarın zühurunun xeyirləri, faydaları nə olacaq? Onlar da qeyd edir ki, Həzrəti Məsih əleyhissalam zühurunun gəlişinin, yəni dünyadakı yalansız və xəbislər üzərində qələbəsindən sonra yer üzərində bir min illərlə əminamanlıq və xoşbəxtlik başlayacaq. Dünyada ədalət, xoşbəxtlik, bərabərlik, xeyirxahlıq və rifah hökm sürəcək. Məsəl üçün, Əhd-i Cədidin birinci qiyamət adlandırdığı, belə deyək də, hissəsində Yuhannanın mükaşifəsi bölməsində keçir. Deyir, gördüm ki, bir mələk səmadan enir və onun əlində Haviyənin açarı var. Ki, cəhənnəmin adlarından biridir. Siz bilirsiniz, Quran-ı Kərimdə də bu qeyd olunur. İslam mənbələrində var ki, elə Haviyə adlı bir cəhənnəm yeri var, təbəqəsi var. Gördüm ki, o əjdahanı, yəni iblis və şeytandan olan qədim ilanı zəncirə salıb, onu 1000 il müddətinə zəncirlədi. Sonra onu Haviyəyə atdı və qapını onun üzünə bağladı. Bir daha ümmətləri azdırmasın deyə bunu etdi. Bu 1000 il müddətinə belə davam etməlidir. Sonra isə yenidən bir miqdar xilas olacaq. Gördüm ki, taxtlar və onların üzərində oturmuşlar. Onlara hakimiyyət verildi. İsa'nın şəhadətinə və Allahın kəlamına görə başları kəsilənləri gördüm. Vəhş və onun görkəminə sitayiş etməyənləri, onun əlamətinin öz alnında və əllərində olmasını qəbul etməyənləri gördüm ki, dirildilər və Məsihlə birgə 1000 il hakimiyyətdə oldular. Digər ölülər isə dirilmədi. Beləcə 1000 il sona çatdı və budur birinci qiyamət. O adam xoşhal və müqəddəsdir ki, birinci qiyamətdən nəsə nəsibi olsun. Və belələrinə ikinci ölüm hakim ola bilməyəcək. Yəni, ölüm və ölülər aləmi, yəni alov gölünə atılır. Yəni, alov gölü ikinci ölüm mənasındadır. Ki, onlar Allahın və Məsihin kahinləri olacaq və 1000 il onunla birlikdə hakimiyyətdə olacaqlar. Və Məsihilər də yəni buna etiqad edirlər ki, bu dönəmdən sonra böyük qiyamət, məhkəmə cəza dönəmi bərpa olacaq və bütün insanlar öz əməllərinin mükafat və cəzasını alacaqlar. Ki, Yuhannanın məsələn mükaşifəsində də bu bir neçə yerdə keçir. Məsələn bir yerdə deyir ki, və indi tezliklə gələcəyəm və mənim muzdum mənimlədir. Gələcəyəm ki, hər kəsi öz əməllərinə uyğun cəzalandırım. Əlif və ya ilk və son, əvvəl və axır mənəm. Daha sonra qeyd eləyək ki, yəni bunlardan əlavə biz diqqət eləsək həqiqətdən görək ki, gələcəkdən xəbər vermənin ki, oxşarlığı var. Yəni, həm iki əhdə, əhd-i qədimlə əhd-i cədiddə və İslam qaynaqlarında, yəni Quran və hədislərdə
bu iki əhdəki xilaskarla əlaqədar gələcəkdən xəbər verilmələrin İslam qaynaqlarında müqayisəsi olsa, və biz görərik ki, bu xəbər vermələrin əksəriyyəti Şiə və Əhl-i-Sünnə məzhəbindən asılı olmadan bütün İslam qaynaqlarında var. Gələcəkdən xəbər vermələr, yəni ki, bu nəslərdə, dəlillərdə sabitdir. Ki, məsəl üçün, ədalət prinsipləri əsaslı burada ki, təkid olunubdur. Ki, məsəl üçün, İmam Sadiq əleyhissalam özü deyir ki, İzə qaməl qaim aleyhissalam hukmü bil adli və irtəfəə fi əyyamihil cavri. Yəni, qaim əcəlallah fərəzə zihur etdikdə, qiyam edəndə ədalətli hakimiyyət olacaq, onun dövründə haqsızlıq aradan qalxacaq, yollar əmin-amanlıqda olacaq, yer öz bərəkətini zahir edəcək və hər bir haqq öz sahibinə qaytarılacaq. Sonra, məsələn, baxsaq, məzlumun himayə edilməsi, zalim və müstəbdil insanlara qarşı mübarizə, zülm edənlərə qarşı mübarizə, xilaskarın gözəl xüsusiyyətləri, hakimiyyətin bütün dünyanı əhatə etməsi, yer kürəsinin qiyamətə qədər salih insanlara miras qalması, bütün dünyada əmin-amanlığın mövcud olması ki, hətta bizdə də rivayət var. Məsəl üçün, İmam Həsən əleyhissalamdan ki, rivayətdə var ki, İmam Zaman Əcəlallah fərəcə zühur etdikdən sonra hakimiyyət eləyəndə yırtıcılar bir-birinə sülhdə yaşayacaqlar. Yer kürəsi öz bitkilərini tamamilə üzə çıxaracaq, səma da öz bərəkətlərini indirəcək. Gizli xəzinələr onun üçün aşkara çıxacaq. İki üfüq arasında, yəni şərqlə qərb arasında ki, hakimiyyət sahibi olacaq, xoş adamın halına ki, onun dövrünü dərk eləsin, idrak etsin və onun sözünü eşitsin. Yəni, bunları biz İslam qaynaqlarında biz çoxlu görə bilərik. Sonra, məsələn, hökm verməkdə ədalətli olmaq, şirkin və günahın son tapmağı, dünyanın ilahi mərifətə boyanması ki, bütün dünyada təkallahlılıq, İsa əleyhissalamın qayıdışı və qiyamətə qədər onun hakimiyyətinin davam etməsi. Hətta zuhurdan öncə baş verən hadisələrdə də. Ki, zuhurdan əvvəl acılıq, qıtlıq, xəstəliklər, günahların artması, müharibələr və zuhurdan əvvəl ki, məsihlik iddiası, bizim dediyimiz məhdiçilik iddiasının ortaya çıxması və zuhurun qəflətdən baş verməsi. Ki, yəni o qəfl olacaq da. Həmçinin də dediyimiz kimi məhdiçilik iddiası ilə qalxanların olmağı ki, biz bunu tarixdən həm də hazırki günümüzdə də şahidiyik. Armagedon müharibəsi dediyimiz kimi ki, ən böyük nəhəng müharibə olacaq imamın və onun düşmənlərinin dəstəsi ilə. Günəşin, ayın, ulduzların sönməyi, İsa əleyhissalamın xilaskar kimi gəlmişi, yoluxucu xəstəliklərin çoxalması, Süleyman əleyhissalamın o məbədi ki var deyirlər, o həmin oranın dağıdılması, o məscidin və zühurdan sonra da 1000 illərlə əmin-amanlığın baş verməsi. Yəni, görür ki, biz əslində elə götürsək, ümumi əhd-i cədiddə də İslamla müəyyən, İslam dinimizlə, yəni müəyyən oxşarlıqlar o xilaskar bəhsində mövcuddur, var. Və hətta nəinki bu, belə deyim də, səmavi dinlər, ilahi etiqadda olan məktəblər, hətta qeyri-səmavi dinlərdə belə müəyyən bir bu haqda baxışlar və düşüncələr, inancılar mövcuddur. Ki, yəni onlar da inşallah ömür vəfa eləsə qısa toxunarıq ki, haradasa biraz faydası olar. Bilmək yaxşı şeydir ki, düşünürəm ki, bunlar elə bir mətləblərdir ki, İmam Zaman Əcəlallah fərəcəhin etiqadında olmağımız üçün, yəni geniş biliyimizin də olması yaxşıdır ki, çünki bugün dünya həm internet, həm texnologiya dövrüdür və insanların şübhələri də elə səviyyələrdə, elə cəhətlərdəndir ki, bəzən görürsən ki, elə bir inanc sahibi ilə qarşılaşırsan ki, sən öz inancını ona deyəndə bəzən o təəccüblənə bilər. Məsələn, deyir ki, bir Yahudiyə desən ki, mən Mehdi adlı bir xilaskarı gözləyirəm, təəccüblənsən də niyə təəccüblənirsən? Halbuki sizin əhd-i qədimdə bu kimi, məsələn, fəsillərdə, kitablarda, bu kimi ayətlərdə bu mövzuda nə qədər işarələrimiz var. Və siz özünüz buna etiqad eləmişsiniz. Əsas inancımızın, din əsaslarımızın prinsiplərindən biridir ki, siz bunu inkar eləmirsiniz. Amma bizə çatdıqda təəccüb edirsiniz, yaxud xristiyan olsun, ona gözəl bir şəkildə izah edirsiniz ki, əhd-i cədiddə bu kimi nişanələr və əlamətlər var ki, hətta İslam qaynaqları ilə nədir? Oxşar cəhətləri var ki,
Biz də elə bu etiqaddayıq ki, məsələn, bu kimi xilaskarın sifətləri, əlamətləri, gəlişi əvvəli, gəlişi sonra hadisələr barəsində eyni mətləblərə toxunuruq. Allah bizləri İmam-ı Zaman Əcəlallah Fərəcəhi layiqli mərifət edənlərdən qərar versin. Vəlhamdülillah Rabbil aləmin.